Salam dostlar, hər birinizi bir daha salamlayıram. Bugün yenə sizə yeni bir ödənişli proqramın ödənişsiz versiyası ilə gəlmişəm. Həmin proqram hansıdır? Gəlin sizə təqdim edim. Bir çoxlarımızın gündəlik istifadə edəcəyimiz proqramdır dostlar. Hansı proqramdır? CapCut proqramıdır. CapCut proqramı nə işə yarayır? Yəqin ki, bəziləriniz bilirsiniz, CapCut proqramı video və şəkil redaktə etmək üçün proqramdır. Son zamanlar ən çox TikTok istifadəçiləri bu proqramdan istifadə edir. Zaman keçdikcə əvvəllər CapCut'ın proqramlarının özəlliklərinin çoxsu pulsuz idi. Vaxt keçdikcə artıq istifadəçilər çoxaldıqca nə oldu? CapCut bir çox özəlliklərini artıq ödənişli eləməyə başlayıb dostlar ki, bizə lazım olan bir çox effektlər artıq ödənişlidir. Onu istifadə etmək üçün nə etmək lazımdır? Biz CapCut proqramına ödəniş etməliyik. Olduqca yüksək qiymətlər qoyulubdur. Bu bizə sərf eləmir. Hamımız kasıb uşaqlarıq. Ona görə nə edirik? Alternativ formada CapCut Pro'dan istifadə etməyə çalışırıq. CapCut Pro'nun üstünlükləri nədir dostlar? Yenə deyirəm, bir çox videolarda olan şablonlar var, effektlər var, rənglər var. Mən elə də çox istifadə eləmirəm, amma sırf video paylaşanlar üçün, TikTok istifadə edənlər üçün və yaxud hansısa lap dizaynerlərin özü olsun, onlara daha çox lazım olur, daha çox istifadə edirlər bu proqramdan. Ona görə də bu video bax həmin sizin üçündür. Dostlar, nə edirik, necə edirik, necə istifadə edirik, onu sizə başa salım. Hardan yükləyirik? Deyək ki, mən bir video əlavə elədim bura. Öz videomu əlavə edirəm bura dostlar. Gördüyünüz kimi effektlər, video effekt deyək dostlar, baxın. Burada Pro versiyasına baxın, hamısını pulsuz şəkildə istifadə eləyə bilirik. Bütün effektlər, bütün versiyalar, hamısı nədir? Pulsuz istifadə eləyə bilirik dostlar. Baxırıq. Bunun əvvəlki bir versiyası da var idi. Onda daha çox özəllikləri vardı. Niyə buna az gəlib bilmirəm. Artıq yeni versiyası çıxanda onu da paylaşacağım sizin üçün. Onu da yükləyə bilərsiniz dostlar. Bu qədər dostlar. Necə yükləyirik? Yaxşı, bəs bu CapCut'ın bu Pro versiyasını necə istifadə edirik? Həmişəki kimi artıq aşağı link buraxıram. Oradan daxil olursunuz mənim Telegram kanalıma. Telegram kanalımdan yükləməyə başlayırsınız dostlar. Sadəcə olaraq yenə APK formasıdır. Telefonda icazə verirsiniz, quraşdırırsınız. Elə bir çətin bir şey yoxdur. Yəqin ki, bunu hamınız bilirsiniz. Bunu ayrı bir izah eləməyəcəm. Oradan daxil olursunuz yenə Makomedia hesabına. Hal-hazırda əlavə etməmişəm. İndi bu videonu bitirdikdən sonra CapCut'ın APK formasını kanala yükləyəcəm. Buradan daxil olub yükləyə bilirsiniz. Yüklədikdən sonra nə edirsiniz? Makomedia Telegram və YouTube kanalına abunə olursunuz, bəyənirsiniz, like atırsınız, şərh yazırsınız. Kanalımız böyüyür və biz nə edirik? Sizin üçün daha çox proqramlar təqdim etməyə hazırlaşırıq dostlar. Əgər siz də hansısa özəl bir istəyiniz varsa, özəl bir proqram istəyirsinizsə, hansı proqramın pullu versiyasını pulsuz əldə etmək istəyirsinizsə, bizə yazın, kommentlərdə bildirin. Biz sizin üçün axtaraq, tapaq, təqdim eləyək. Hamımız yararlanaq. Təşəkkür edirəm. Hər birinizə xüsusi bir təşəkkürüm var. Niyə görə? Bəyənib, like edib, abunə olduğunuza görə. Sağ olun dostlar.